Salam əziz şagirdlər, bugünkü dərsimiz sehirli sözdür. Çox maraqlı bir dərsimiz olacaq. Sehirli söz mətnini dinləyək, müəllimin suallarına cavab verək. Sehirli söz. Parkdakı skamyada qoca bir kişi oturmuşdu. Balaca Pərviz qocaya yaxınlaşıb acıqlı səslə dedi. "Biraz çəkilin, mən də oturmaq istəyirəm." Qoca kənara çəkilib Pərvizə yer verdi. Balacanın qızarmış, hirsli üzünə baxıb dedi. "Sənə nə olub?" "Mənə heç nə. Nədir ki?" "Sən kimdənsə küsmüsən. Özün də ağlamısan." "Düzdür. Hardan bildiniz? Mən sehirbazam." "Bax, elə bilirsiniz uşağam. Yox, mən belə şeylərə inanmıram." "Demək istəyirsən ki, heç kimdən küsməmsən?" Qoca incik səslə soruşdu. "Yox, düzdür, mən evdəkilərdən küsmüşəm. Belə getsə evdən qaçacam." "Qaçacaqsan?" "Hə, qaçacam. Leylanın nə qədər flamasteri var, birini də mənə vermiş. Buna görə evdən qaçarlar." "Təkcə bu olsaydı nə var idi? Nənəm bir qoğala görə məni mətbəxdən qovdu. Qardaşım qayıq sürməyə gedir, məni aparmır. Heç kim məni sevmir. Yox, qaçacam evdən." Qoca bir qədər fikrə getdi. Sonra üzünü Pərvizə çevirib dedi. "Hə, balaca, mən sənə kömək edə bilərəm. Bir sehirli söz bilirəm. Onu kimə desən, səndən heç nə əsirgəməz. Ancaq bu sözü deyəndə həmin adamın düz gözlərinə baxmaq lazımdır." Pərviz qocanın sözlərinə inanmasa da, yavaşca soruşdu. "O nə sözdür elə?" Qoca əyilib oğlanın qulağına nəsə pıçıldadı və ucadan dedi. "Amma sözü demək qaydasını unutma ha." "Mən indi yoxlayaram." Bunu deyib, Pərviz ayağa qalxdı və evlərinə sarı qaçdı. Uşaqlar, sizcə ailə üzvlərinin Pərvizə olan münasibəti niyə belədir? Qoca Pərvizə nə dedi? Siz də evdə bacı qardaşlarınızdan küsürsünüzmü və nə üçün? Bu haqda bir fikirləşin. Gəlin mətnimizin növbəti hissəsində dinləyək. Leyla masa arxasında oturub nəsə çəkirdi. Qarşısında rəngli flamasterlər vardı. Pərvizi görən kimi flamasterləri qabağına çəkib əli ilə üstünü örtdü. "Qoca aldatdı məni," Pərviz düşündü. "Beləsinə söz təsir edər." Pərviz bacısına yaxınlaşdı. Düz onun gözlərinə baxıb yavaşca dilləndi. "Leyla, mənə flamaster ver də, zəhmət olmasa." Leyla gözlərini süzdü. Sonra diqqətlə Pərvizə baxdı. Əlini flamasterlərin üzərindən çəkib dedi. "Hansını istəyirsən?" Mən göyü." Leyla göy flamasteri götürüb Pərvizə verdi. Pərviz bu işə mat qaldı. "Gedim nənəmin yanına, görüm indi də məni qovacaqmı?" Sizcə Leylanın Pərvizə münasibəti niyə dəyişdi? Gəlin mətnimizin növbəti hissəsini dinləyək. Nənə mətbəxdə qoğal bişirirdi. Balaca Pərviz onun yanına gəlib yavaşca ətəyini dartdı. Nənəsi üzünü ona sarı çevirəndə düz gözlərinə baxıb dedi. "Nənə, zəhmət olmasa mənə bir dənə qoğal ver." Nənənin üzü sanki işıqlandı. O şirin səslə dedi. "Gözəl balam, sən isti qoğal istəyirsən, nənə sənə qurban. Bu dəqiqə ən dadlısını seçəcəyəm sənin üçün." Pərviz nənəsinin boynuna sarılıb, onun qırışmış üzündən öpdü. Nahar vaxtı idi. Pərviz sakitcə dayanıb, qardaşı Kamranın söhbətinə qulaq asırdı. Kamran dedi ki, sabah qayıqla göldə gəzintiyə çıxacaq. Bu zaman Pərviz qardaşına yaxınlaşıb, əlini onun çininə qoydu və düz gözlərinə baxıb yavaşca dedi. "Kamran, zəhmət olmasa sabah məni də özünlə gəzintiyə apar." Hamı birdən susdu. Kamran təəccüblə əvvəl nənəsinə, sonra bacısına baxdı. "Apar da onu," Leyla dilləndi. "Səndən nə gedir ki?"
Niyə də aparmayasan? Nənə gülümsündü. Uşaqdır da, könlü istəyir. Zəhmət olmasa, Pərviz təkrar etdi. Yaxşı da, sən deyən olsun. Kamran nəhayət dilləndi. Get hazırlaş, səhər yola çıxırıq. Pərvizin sevincinin həddi hüdudu yox idi. Alındı, hamıya təsir etdi. O doğrudan da sehirbazdı. Pərviz yerindən sıçrayıb küçəyə çıxdı. Parka kimi dayanmadan qaçdı. Amma qoca orada yox idi. Uşaqlar, sizcə həmin sehirbazın, yəni qocanın sehirli sözü nə olmuşdu? Təbii ki, nəzakətli ifadə, zəhmət olmasa. Bax, bu ifadə olmuşdu. Bəs siz necə nəzakətli sözlərdən, ifadələrdən istifadə edirsinizmi? Elə söz və ifadələr var ki, onları müəyyən məqamlarda işlətməliyik. Məsələn, salamlaşarkən salam, xoş gördük, sabahın xeyir. Təşəkkür edərkən çox sağ olun, təşəkkür edirəm. Xahiş edərkən zəhmət olmasa, xahiş edirəm. Təbrik edərkən mübarəkdir. Sağlığınıza qismət və sair sözlərdən istifadə edirik. Bu cür nəzakətli ifadələr ətrafdakılara xoş təsir bağışlayır. Növbəti tapşırığımız. Hər bir məqama uyğun nəzakətli ifadə seçək. Biri sizə kömək edir. Hansı bəndi seçsək doğrudur? Təbii ki, D variantını. Biz o zaman çox sağ olun deməliyik. Dostunuzu yarışa yola salırsınız. Bəs onda necə? Təbii ki, uğur olsun deyə onu yola salacağıq. Kimdənsə kömək istəyirsiniz. Bəs onda necə? Zəhmət olmasa deyirik. Kimsə sizdən inciyibsə necə? Onda isə üzr istəyirəm deyirik. Dostunuz yeni köynək alıbsa, onda isə mübarəkdir deyirik. Sağ olun əziz şagirdlər, gələn dərsimizə qədər.